Sələfilər xain deyil vətənə qarşı. Sələfilər xain deyil, xavariclər kimi, rafizlər kimi və onların töküntüləri kimi xain deyirlər. Əhlüsünnə vəl cəmaət sadiqdir. Azərbaycan xalqını şiələrə əməlbaşı təhqir edir. Deyir ki, şiələr, deyir ki, sələfilər özlərini sələfi hesab edirlər, əhlüsünnə hesab edirlər. Vətən xain deyirlər, rafizlər kimi və xavariclər kimi. Rafizlərin məqsəd şiələrdir. Güya bu insanın nəzərində rafizlər, şiələr vətən xaindir. Gör insan nə qədər xəbis olmalıdır ki, insan nə qədər alçaq olmalıdır ki, sənin ananı, bacını, yoldaşını 2-ci Qarabağ müharibəsi də başda olmaqla qoruyan, müdafiə eləyən, istər adi şəkildə əskərlikdə olsun, sərhəddə olsun, istər müharibə zamanı qoruyan insanlara sən durub deyirsən ki, vətən xaindirlər. Vətən xaini elə insanlara vətən xaini deyən şəxsdir. Sən məgər görmürsənsə, aç kör gözlərini YouTube kanalında Bakıda nə qədər rafizi dediyin şiələr mərsiyələrlə, Yasin şüarları ilə, ya Əli şüarları ilə getdilər Qarabağ müharibəsində vuruşdular. Şuşanı fəth eləyəndə, Azərbaycan bayrağını asanda azan verib Əliyun Vəliyullah dedilər. Həmçində Şuşanı fəth eləyəndə orada ilk namaz qılan, piş namaz yanan şəxs bir şiə elm tələbəsi idi. Nə qədər şiə elm tələbəsi orada şəhid olub. Bunu bilmək üçün çətin bir şey deyil. YouTube kanalına girib orada videolara baxmaq sadə bir məsələdir. Qoy axsın bu qan batmaz, düşmən kamına çatmaz. Kafirlər ölər ancaq, sahibə zaman ölməz. Ləbbey Zalimə bu zülmünə Zeynəb, eşqim məni gətti səfər üstədilə Zeynəb. İmam-ı Səqən eynə, Siratun hərəm eynə, hamı şiələrindən salam olsun Hüseynə. aç gözün yatma əvvəl təz. Azərbaycan Şəhidlər Yurdudur. Ləbbeyk Yasir, Ləbbeyk Yasir, Ləbbeyk Yasir. Möminlər ağası Ya Əli! Həzrəti Peyğəmbər belə söylədi. Elmi şəhri mənəm, qapısı Əli. Şuşamızda Azərbaycan bayrağı dalğalanır. Əşhədü ennə əmirəl-müminin Əliyyən Vəliyullah. 28 il sonra igid əskərlərimiz Şuşa məscidində namaz qılırlar. Həmd olsun aləmlərin Rəbbinə. Hak yolunda vuruşuruq, ədalətli yolda vuruşuruq, İmam Hüseyin döyüşləririk. And olsun Allah. Allah bizi İmam Hüseyinlə məşhur eləsin. Allahın aslanı Əli.